Bax, qulaq as, sizə bir söz deyim. Bax, bugün oturursunuz. Az da otururam, tox da otururam. İndi ondan danışacaq. Deyirsinizmi ki, kaş mən o vaxtı həyatımı düzgün quraydım. Yox, deyirəm, Heç bu yollara düşməyim. atam-anam ölməyəydi, məni dettoma verəydilər. Bibimə lazımdırdı. Bibim yazıq neyləsin, Piyanska ərin əlindəydi. Qoyun kəsirdə, inək kəsirdə, militsiyanın etində olurdu. Yox, bax, yəni deyirəm ki, deyirsən ki, kaş, uşaq vaxtından, sevirdim oynamağı, sevirdim. Bir də kuklam zadım yox idi, heç olmayıbdı. Əskidən pikirdim, kukla düzəldirdim. Məktəbə soxurdum, sumkaya aparırdım. Məktəbə də gedirdim ət satmağa, başa oxumağa yox. Bütün müəllimlərə 176, oyla yan-bayan medtexnikum, sonra 31 nömrəli məktəb. Hamısına ət daşıyırdım. Sonra da şesto-sedmoy paraleydi. Bilmem, İndi sizə bir söz deyim də. Yəni, bugün neçə yaşınız var? 75-in içində. 75-in içindəsiz. Özünüz başa düşürmüsünüz ki... Ölüm pulum yox, ölsəm ölüm ortada qalacaq. Pulu yox. Yox, bax, indi siz deyirsinizmi ki, kaş mən o vaxtda həyatımı düzgün quraydım. Mənim də ailəm, nəvələrim olaydı. O Teymuru belə uşaq idi, o Rafiqi belə uşaq idi, kulturdu. Mayınlısı məktəblərdə düşürdü. Hərbiçi idi. Bu bursunu oxuda bilmədi, müəllimə qalmadı, çağırdım, yaxşı şəraitdə. İndi sizə bir söz deyim də, siz balalarınızdan doydunuzmu? Doymadım, hardan doyum, hardadır. Bax, onları oğurluq bundan oxutmadım ha, uşa getmədim oğurluğa. Bax, məhəldən çaşdım, o demirəm, 25 manatı getirdim. Ən axırıncı oğurluğu nə vaxt eləmişsiniz? Ən axırıncı oğurluğu? O 25 manatı bilirəm də. Təxminən. Olar da bir 3 il zadımdan. 3 il olar. Yaxşı, sizə qonum, qonşu nətər baxır, necə reaksiya verir? Heç məndə, mən hamıya can deyirəm, hamı da mənə can. Amma bilirlər ki, sizin əvvəliniz oğru olub da. Hamı bilir. Yenə də oğurluq eləyərmisiniz? Yox, eləsəm elə ac qalıram da, gedib eləyərəm də. 180 manatı, 130 manatı evi verirəm.